deyirlər klassik maşınlar. Klassik maşınlar qiyməti gündən günə qalxır. Yəni bunu alan, tutalım da 8.000 aparıb bankada qoya bilər və yaxud 8.000 aparıb qarajda da qoya bilər. Amma onu bilin ki, 10 ildən sonra bu uca olacaq, yalan olmasa bir 16.000. Dəbdən düşməyən bir Jiguli'də əyləşmişsiniz Şamil bəy. Bu dəfə İnamarkada yox, mən sizi Vazda tutdum. Gördüm ki, Vaz həvəskarısınız hətta. Valla həvəskarın deyəndə ki, xatirələrdir əslində. Bizdə evdə də olub, kişinin demək olar ki, birinci maşını 011 olub. Valla yadıma düşür, o köhnə yollarla biz gedirdik Gürcüstana bu 011-lə. Amma yenə də xatirədir, yəni xatirən həmişə, necə deyərlər, xatirən pisi olmur. Nə qədər getsə yaxşıdır, cəmi 66.760 kilometr. Bax, bu maşın gedib, bu Vaz. 978-ci il, bunun da bir dövrü olub, bunun da bir dəbi olub. Bəlkə deyəm, bir xotlayaq bunu, görək bunun vəziyyəti necədir. Xotlayaq görək. Aşağı götürək. Görək bir dəfəyə xotlanır, yoxsa necə? Vay. Patsos yadınızdan. Olur belə şeylər. Patsos soğuk. Ha, soyuqdur motor, ona görə dostlar. Görürsünüz. Köpəyoğlu'nun texnikası. Deyəcəm, şok olacaqsınız doğrudan da. Yəni beləsinə bir artifakt, yəni mən buna artifakt deyərdim. Cəmi 8.000 manatadır. Eşitdik. Belə pis çıxmasın, mən onu da deyim sizə ki, 80.000 demirəm. Tamam, bax, apardı bunu sahibi. Garajda saxladı. Axı bu maşına da qulluq lazımdır, yağ lazımdır, su lazımdır, sürmək lazımdır vaxtında. Vaxtı ikən bax bu maşınla nə hoqqalar veriblər, bunu mən bilirəm indi deyirəm. Fikir verin, radyoca. Vay. O yüzden yok. Maraqlıdır. Qoşulmayıb deyənə işləmir. Bax, siz bu Jiguli'yə nə qədər pul sayarsınız? Şərhlərinizi gözləyirik, yazın.